Şeyx Mənsur türbəsi. Abidə Şirvan-Abşeron memarlıq üslubunda tikilib. Həzrə kəndində meşəlik içərisində yerləşmiş qədim qəbristanlıqda bir neçə övliya türbəsi var ki, onlardan ikisini yerli əhali pir kimi ziyarət edir. Birinci qəbrin üzərindəki sənduqədə ərəbcə belə bir yazı var. Ən böyük xaqan, əzəmətli Sultan Şeyx İbrahimin, yüksək Allah onun hökmranlığını əbədiləşdirsin. Hakimiyyəti zamanında mərhəmətli Həzrəti Şeyx Mənsurun məqbərəsi tikilmişdir. Allah onun qəbrini nurlandırsın. Şeyx Mənsur türbəsinin arxa hissəsində oğlu Mövlana Bəkir də dəfn olunub. Bu abidə görkəmli tarixçi alim Məşədi xanım Neymət tərəfindən müəyyənləşdirilib. Onun qəbri üzərində qoyulmuş sənduqə formalı məzar daşı, nəfis nəbati və həndəsi naxışlarla, eləcə də kitabə motivləri ilə işlənib. Şeyx İbrahimin hakimiyyəti 1382-dən 1417-ciyə qədər illəri əhatə etdiyi üçün əminliklə demək olar ki, Şeyx Mənsurun oğlu Mövlana Bəkir, Şeyx Bədrəddin, Şeyx Məhəmməd və digərləri onun sufi ideyalarını Qafqazda yayaraq daha da genişləndiriblər. Abidələrdən birinin üstünə Şeyx Mənsur, digərinə Şeyx Bədrəddin yazılıb. 14-cü, 15-ci əsrlərə aid olduğu bəlli olsa da, dəqiq tarix verilmir. Lakin Şirvanşah İbrahimin adı çəkilməsi ilə onun zamanında tikildiyi aydınlaşır. Vaxtilə karvan yolu üstündə yerləşən buradakı yaşayış məntəqələri iqtisadi cəhətdən çox güclü ticarət əlaqələrinə malik olub. Eyni zamanda bu şeyxlər yerlərdə böyük nüfuz sahibi olub, etibar qazanıblar. Deyilənə görə, hətta Şeyx İbrahim hər hansı fərmanı onlarla məsləhətləşmədən verməzmiş. Ölkə əhəmiyyətli memarlıq abidəsi olan Şeyx Mənsur türbəsi daxildən və xaricdən 8 güşəlidir. Üzəri 8 güşəli konusvari örtüyə malikdir. 3 sətirlik ərəbcə süz xətti ilə yazılmış kitabəsi çatma tağlı qapı yerinin üzərində qoyulmuşdur.